Herkese salam. Bugün sizə evdə çox asan hazırlanan, yumuşaq və ləzzətli zebralı keks resepti təqdim edirəm. İlk olaraq 4 ədəd yumurtanın şəkər tozunu və vanili bir qaba əlavə edib mikserlə yaxşıca çalırıq. Qarışıq ağarıb köpüklənənə qədər çalmağı çox önəmlidir. Daha sonra üzərinə duru yağ və süd əlavə edib qarışdırırıq. Ardınca unu və qabartma tozunu əlavə edib hamar bir xəmir əldə edirik. Xəmiri 2 hissəyə bölürük. Bir hissə sadə qalır, digər hissəyə isə kakao və biraz da su əlavə edib qarışdırırıq. Formamızı yağlayıb xəmirləri növbə ilə əlavə edirik ki, içində zebra görünüşü yaransın. Formanı bir neçə dəfə yerə vururuq ki, içində hava qalmasın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişiririk. Keks soyuduqdan sonra qəlibdən çıxardırıq. Nəticədə yumuşaq, ətirli və çox ləzzətli bir keks əldə edirik. Hazırlayan hər kəsə nuş olsun. Videomuzu bəyənib əzizlərinizlə paylaşmağı unutmayın.